sayaram. Vallahi de sayaram. İndi Allah Subhanahu ayda bilsən nə buyurur? Bilsən nə buyurur? Allah onların qəlblərini bildi. Arap da deyil, ayələri Arapdır. Mən tərcümə qəbul etmirəm. Arap dildə. Sən başa düşmürsən bəyəm? Fərqi nədir ki? Yox, fərqi odur ki, sən tərcüməni düzgün eləmirsən. Nə, tərcümədə başqa şey yazır bəyəm? Əlbəttə. Yəni səhvdir, hə, o demək istəyirsən. Sən sizin tərcümənizi qoyun. İstəyirsən Vasif Məmmədəliyev olsun, Ziya Bünyadov olsun, Ayətullah Meşkini olsun, Ərdəbili, fərqi yoxdur. Yox, o Arap dildə oxu günə ayə. Quran tərcüməsini yəni. Yine Arap dildə oxu günə, gün ben de başa düşüm ki, ayə nə demək istəyir. O kadar tərcümələri var. Ali Xan Musayev də tərcümə edir. İndi biz tərcümə midir? Bu sənin başa düşəcəyin şəkildə deyirəm də. Ağız altında Ridvan, Hudeybiyə. Ağız altında sən beyyət eləyəndə Allah onlardan razı oldu və Allah onların qəlblərini bildi. Bəli. Bu şart ilə ki, onlar o əhdlərə vəfa edir. Bu şart ilə ki, onlar Nədir? əhdlərə vəfa edir. Bu şart ilə ki, Kim onlar qoydu şartı? O şartı kim qoydu? Çox maraqlıdır. o şartı kim qoydu? Hə, o şartı kim qoyub? Bir şey ki Allah razı deyil. Peyğəmbərdən taxla günə. Sual verəcəm, o cavab vereyim də. İcazə verirsən? Hə, buyur. Yo, buyur. Hə, ver. O biyyətin o ağac altındakı biyyət elədilər. Onlarla bağlı buyurur ki, "Fəmən nəkəsə fə innəmə yankusu alə nəfsi." Hər kəs o biyyəti sındıra, öz ziyanına sındırır. Və mən avfa bimə ahədə aleyhullah fəsəyyutiyi əcrən əzimə. Hər kəs o əhdlərə vəfa eləsə, Allah onlara əcr verəcək. Bu hədisi qəbul etmirsən? Mən ayə deyirəm, sən hədis deyirsən. Hardan deyirsən o hədisi? Hədis yarılan vardı. Bu hardan var da? Əllama məclisi. Bəli, Allah məşi yazır ki, "Fəmən nəkəsə fə innəmə yankusu alə nəfsi." Hər kəs onu sındırsa, öz ziyanına sındırır bu əhdi. Və mən avfa bimə ahədə aleyhullahu fəsəyyutiyi əcrən əzimə. Ay qardaş, sən nə danışsan? Əllama məclisi o müşriki mən nuş qəbul etməliyəm. Kimi özdə əllama məclisi? Bax, Farid, gətirlə qardaşıma. Deməli, mən burada Allah Məşinin adını dedim hələ gülüm, sənin fikrin necədir bu münasibət? Buna münasibətin necə? Bu Quran-ı Kərimin ayəsidir. Haman Fəth surəsinin 10-cu ayəsini oxudum. Sən hələ ayəni ərəb dildə bilmirsən. Deməli, sən hələ Quran-ı Kərimdən xəbərin yoxdur. Sən ağac altında olan o beyyətlə bağlı Quran-ı Kərimdə olan ayələrdən xəbərin yoxdur. Mən ayə oxudum. Sən hələ Allah Məşinin adını eşidən kimi Rafizi niyə qəbul edin? Ayədir. Fəth surəsinin 10-cu ayəsi.